Hər vaxtınız xeyir olsun. Yeni TV-nin hörmətli izləyiciləri, məlum olduğu kimi Şimali Makedoniya prezidenti ölkəmizə rəsmi səfər edib. Şimali Makedoniyanın yerləşdiyi Balkanlar ilə Cənubi Qafqaz arasında əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən biridir. Hədəflər nədən ibarətdir? Azərbaycanı Balkan ölkələri üçün cəlb edici edən hansı amillər var? Bu barədə müzakirəmiz olacaq. Mövzunu studiyamızın qonağı Milli Məclisin deputatı Tural Gəncəliyevlə müzakirə edəcəyik. Tural müəllim, xoş gördük sizi. Salamlayıram sizi. Tural müəllim, hər zaman Balkanlar üçün Cənubi Qafqaz, Cənubi Qafqaz üçün də Balkanlar maraqlı olub. İki region arasında əsas ortaq maraqlar nədən ibarətdir? Elə öncə bundan başlayaq. Təbii Cənubi Qafqaz və Balkanlar arasında tarixən əlaqə olmuşdur və bugün də bu əlaqələrin artdığını, inkişaf etdiyini göstəririk. Bu əlaqələrin əsas mühüm cəhəti ondan ibarətdir ki, Türk dünyası məhz Balkanlar üzərindən Avropaya açılır və Avropanın da şərqə doğru, Türk dünyasına doğru açılan bir qapısıdır. Və hal-hazırda Azərbaycan bir ölkə olaraq bizim liderimizin nüfuzunun dünya səviyyəsində tanındığını nəzərə alaraq Balkan ölkələri Azərbaycanla əməkdaşlığa can atır. Siz fikir versəniz, demək olar bütün Balkan ölkələri Azərbaycanla əməkdaşlıq edirlər. Bu əməkdaşlıq təkcə siyasi, iqtisadi, enerji təhlükəsizliyi istiqamətində deyil, insanlar arasında əlaqə, mədəni əlaqə, tarixi əlaqələrlə də bağlıdır. Ona görə həm də bu Qara dəniz, Aralıq dənizi və Xəzər dənizinin bir-birinə, bu üç dəniz prinsipinin bir-birinə məhz Balkanlar, Qafqazlar əlaqələri ilə nə qədər yaxın olduğunu göstərir və hal-hazırda qloballaşan dünyamızda xüsusilə də nəzərə alsaq Balkanların özləri belə Avropa İttifaqının periferiyası kimi təəssüflər olsun ki, marginallaşdırılırlar. Bəzən Balkan ölkələrinə qarşı çox diskriminativ münasibət bəslənilir. Ona görə də Balkanlar digər güc mərkəzləri ilə, lider ölkələrlə, lider prezidentlərlə əlaqələrinə xüsusi önəm verirlər ki, bu sırada da birinci Azərbaycan gəlir ağla. Çünki Azərbaycan prezidenti dəfələrlə Balkan ölkələrinin liderlərini, Balkan ölkələrinin düşdüyü çətin vəziyyətdə öz əlini onlara uzatmışdır. Bu dəxli yoxdur. Serbiya, Bosniya, Hersegovina, Şimali Makedoniya, Albaniya, bu ölkələrin prezidentlərinin hamısı, liderlərin hamısı bizim cənab prezidentin göstərdiyi münasibətə görə məhz Qafqazlarda Azərbaycanı özlərinə bir lider ölkə kimi, lider tərəfdaş kimi seçmişdir. Aydındır Tural müəllim, elə sizin sözünüzə qüvvət olaraq bugün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Elə ötən gün Şimali Makedoniya prezidenti, Prezident İlham Əliyevlə birgə mətbuat konfransında qeyd etdi ki, qaz təminatı, enerji təhlükəsizliyi əsas prioritetlərdən biridir. Lakin Şimali Makedoniya təkcə qaz təchizatında Azərbaycandan yardım almayacaq. Başqa digər hansı sahələr prioritet ola bilər əməkdaşlıqda? Təbii ki, cənab prezidentin son çıxışında da biz izlədik. Azərbaycan 12 ölkəyə qeyd etdiyiniz kimi qaz ixrac eləyir, enerji təhlükəsizliyinə töhfə verir ki, bunlardan 10-u Avropa İttifaqı ölkələridir. Ancaq bu istiqamətdə məhz Balkan ölkələrinin enerji təhlükəsizliyinə çox önəmli töhfə veririk. Ancaq bu təkcə enerji təhlükəsizliyi deyil. Dediyim kimi, Azərbaycan məhz orta dəhlizin üzərində yerləşən bir açar ölkə olaraq Şərqlə Qərbi birləşdirən bir transport, kommunikasiya xəttinin üzərində olaraq məhz Avropaya, Balkanlar üzərindən çıxmaq və Balkanları da bu böyük layihəyə, bu böyük projelərə cəlb etmək baxımından çox önəmli təkliflər verir. Məsəl üçün, bizim vaxtilə Cənub qaz dəhlizi dediyimiz Trans-Anadolu və Trans-Adriatik qaz xəttinin keçdiyi böyük Cənub qaz dəhlizi. Baxırıq ki, Adriatik dənizi ilə keçən, Adriatik dənizinin dibi ilə keçən bu qaz kəməri əslində Balkanlara çıxaraq, əslində Balkanları da dünya siyasətində bir önəmli regiona çevirir. Ona görə bu enerji təhlükəsizliyi, iqtisadi məsələlər üstəgəl geosiyasi maraqların uzlaşmasıdır və yenə də biz hal-hazırda fikir versək, Balkanlar dünyanın çox önəmli bir bölgəsidir və təsadüfi deyildir ki,
bu geosiyasi hətta qarşıdurmalar, eyni zamanda münbit şərait də var. Geosiyasi qarşıdurmalar olmasına baxmayaraq, orada olan turizm potensialı, iqtisadi potensial, orada olan təbii resurslar və digər məsələlərin hamısını biz ümumi kontekstə qoysaq, görürük ki, çox önəmli bir əməkdaşlıq platforması olur. Və ümumiyyətlə, Azərbaycanın bu məsələdə həm rolu ondan ibarətdir ki, Azərbaycan həm o bölgənin təhlükəsizliyinə, iqtisadi, siyasi təhlükəsizliyinə töhfə verir, həm də o regionu dünya siyasətinin önəmli bir komponentinə çevirir. Bax, bu da əsas üstün tərəf. Və təbii ki, Balkan ölkələri ilə Azərbaycanın beynəlxalq təşkilatlarda da bir-birini müdafiə etməsi əsas prioritetlərdən biridir. İstər Avropa İttifaqı olsun, istər ATƏT olsun və digər təsisatlar. Çox doğru vurğuluyorsunuz. Beynəlxalq təşkilatlar, platformalar çərçivəsində biz Balkan ölkələri ilə çox önəmli əməkdaşlıq eləyirik və hətta Azərbaycana ən güclü dəstək verən, mən deyərdim ki, həmin bölgədən olan ölkələrdir. Bunun bir neçə səbəbi var. Yenə də dediyimiz kimi Avropa İttifaqı tərəfindən güya bir tərəfdən Ümum-Avropa təhlükəsizliyi, Ümum-Avropa deyək, evinin daxili kimi nəzərdən keçirilən, ancaq sözdə bunu deyirlər, ancaq faktik olaraq Avropa tərəfindən dışlanan, kənarlaşdırılan bir bölgəni görürük. Ona görə də məhz Avropa İttifaqının bu ədalətsiz siyasətinə qarşı Azərbaycanın bu ölkələrlə həm ayrılıqda, həm də ümumi beynəlxalq təşkilatlar, yəni iki tərəfli və çox tərəfli müstəvidə biz bunun şahidi oluruq. Məsəl üçün götürək Serbiya prezidenti dəfələrlə Azərbaycana gəlib, Azərbaycanın 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü bərpa etməsi təcrübəsi Serbiya üçün çox önəmlidir. Serbiya bilirsiniz, onların da ərazi bütövlüyü, suverenliyi məsələsində problem var. Digər ölkələrin hamısı, Albaniyanı götürək, Adriatik dənizinə çıxışı olan və böyük bir deyək ki, güc sahibi olan həmin o bölgədə onlar Azərbaycanla əməkdaşlığa güc atır. Bosniya-Hersegovina zaten həm Türk dünyasına yaxın bir olan ölkədir, həm İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkədir. Bosniyada təəssüflər olsun ki, vaxtilə müharibənin darmadağın etdiyi bir bölgədir, ölkədir, regionda yerləşir. Ancaq bütün bunların həm də Azərbaycanla əməkdaşlığa ona görə can atırlar ki, biz müharibə təcrübəsini keçmiş, ancaq suverenliyimizi bərpa etmiş və hal-hazırda müvəffəqiyyətlə bərpa quruculuq işləri aparan bir ölkəyik. Qaçqınlı keçmiş məcburi köçkünləri öz dədə-baba torpaqlarına qaytaran bir ölkəyik ki, onlar da bu baxımdan maraqlıdırlar ki, eyni zamanda məsəl üçün Azərbaycanın belə deyək, strateji biz rəqib görmürük, amma bəzən Ermənistana yaxınlığı ilə seçilən Yunanistan var Balkanlarda. Türkiyənin belə strateji rəqibi hesab olunur. Biz heç vaxt heç kimlə deyək ki, rəqabət və yaxud da ki, düşmənçilik mövqeyində olmamışıq. Amma məsəl üçün Ermənistanla Yunanistan arasında bir hərbi əlaqələr mövcuddur. Yunanistan Ermənistanı silahlandırır. Ancaq biz əvəzində digər Balkan ölkələri ilə daha konstruktiv, praqmatik münasibətlər quraraq göstəririk ki, yəni Balkanlardan sırf Qafqaza silah ixracı üzərində qurulmamalıdır siyasət. Ona qalsa Yunanistanın ətrafında olan ölkələrə fikir verib, elə Şimali Makedoniya, Albaniya, Serbiya, bunların hamısı Azərbaycanla münasibətlərini məhz mədəniyyət, humanitar əlaqələr, iqtisadiyyat üzərindən qururlar. Ona görə də bəzən Ermənistana təəssüflər olsun ki, Avropa İttifaqının ən aktiv üzvlərindən biri olan Yunanistan tərəfindən hərbi töhfə verilməsi, hərbi dəstək verilməsini biz təbii ki, doğru hesab eləmirik. Amma eyni zamanda da biz hesab edirik ki, Balkanların Qafqazlarla münasibətləri başqa çərçivədə qurulmalıdır. Burada hərbiləşmə, militarizasiyaya yol verilməməlidir. Son zamanlar Ermənistanın həm də Hindistandan aldığı silahlar onu bir ruhlandırır, dırnaq arasında özünü deyək, təkəbbürlə aparmasına səbəb olur ki, ona görə də bax, bu baxımdan da Balkanlar təəssüflər olsun, çox vaxt müharibələr görmüşlər. 90-cı illərdə bilirsiniz, Yugoslaviyada gedən müharibələr orada nələrə baş vermişdir. Vaxtıyla indi hal-hazırda Azərbaycanda keçirilən haqq ədalət mühakiməsi məhz Balkanlarda da qurulmuşdu. Yəni, onlar öyrənirlər bizim təcrübəni, biz onların təcrübəsini öyrənirik. Qarşılıqlı əlaqələr inkişaf eləməlidir və eləyir də.
Tural müəllim, siz də toxundunuz Yunanistanın, o cümlədən Hindistanın Ermənistana hərbi dəstək verməsinə. Elə yaxın günlərdə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan belə bir bəyanat verdi ki, bugün Ermənistan Hindistanın müdafiə sahəsinə çox böyük önəm verir. Ermənistanın sürətlə silahlanması, digər tərəfdən Avropa müşahidəçilərinin tez-tez binokulla Azərbaycan ərazilərinə baxması nədən xəbər verir? Çünki yaxın günlərdə elə erməni mənbələrində də belə bir məlumatlar yayılıb ki, güya Ermənistan aprel ayında Azərbaycana qarşı böyük bir təxribata hazırlaşır. Mən hesab edirəm bu təhdid realdır. Çünki Ermənistana verilən dəstək Ermənistanın daha aqressiv siyasət aparmasına, daha sülh prosesinə xələl gətirməsinə səbəb olur. Ermənistana bilirsiniz, həm bu ölkələr dəstək verir, həm də təəssüflər olsun ki, son zamanlar məsəl üçün Azərbaycanda keçirilən haqq ədalət məhkəməsi deyilikdə bizim vətəndaşlarımızın qətliamına səbəb olmuş o təqsirləndirilən erməni cinayətkarların, təqsirləndirilən şəxslərin məhkəməsini nəzərdə tuturam. Sanki sinxron edilmiş şəkildə, sistemli şəkildə bu ədalət məhkəməsinə qarşı bir siyasət aparılır. Avropa Parlamenti sabah Brüsselin bu müzakirələri aparıb ölkəmizə qarşı sənəd qəbul etməyə hazırlaşır. Burada həmçinin Fransanın, eyni zamanda BMT-nin ali insan hüquqları üzrə ali komissarı təəssüflər olsun ki, sanki yəni bunlar hamısı Ermənistanı revanşizmə sürükləyir sizin dediyiniz kimi və sual olunur ki, məsəl üçün, bax elə Balkanlardan bugün söhbət edirik də. 90-cı illərdə orada böyük müharibə baş verdi. Balkanlarda böyük cinayətlər törətmiş caniləri tutdular, Yugoslaviya üzrə tribunal təşkil elədilər. Slobodan Milošević kimi, Radovan Karadzic kimi caniləri mühakimə elədilər. İndi biz də həmin o təqsirləndirilən şəxslər kimi cinayətləri törətməkdə ittiham olunan təqsirləndirilən şəxsləri mühakimə edirik. Bax, onda həmin o Avropa Parlamenti, həmin o deyək, Avropa qurumları nəyə görə, onda durub onlar həmin o Yugoslaviyada qətl törətmiş şəxslərin də deyək ki, azadlığa buraxılması, adının deyək ki, ağa çıxarılması istiqamətində hərəkət eləsinlər. Təbii ki, məntiqsiz olar. Belə çıxır ki, onda 2-ci Dünya müharibəsindən sonra təşkil edilmiş Nürnberg tribunalı, Natsi Almaniyasının, natsizmin deyək ki, cinayətlərinin törədilməsinə səbəbkar olmuş şəxslərin də bu günləri hüquqlarını müdafiə eləsinlər bəlkə. Yəni, bu qədər absurddur ki, Xocalı soyqırımında Azərbaycanlılara qarşı cinayətləri törətməkdə ittiham olunan şəxslərin hüquqlarını müdafiə etmək, onların azadlığa buraxılmasını çağırmaq həqiqətən də bu ikiyüzlü riyakar siyasət. Bir tərəfdən Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan deyir ki, sülh müqaviləsi imzalanmasına çox yaxınıq. Digər tərəfdən Ermənistan parlamentinin spikeri Alen Simonyan regionda eskalasiya riskinin olduğunu söyləyir. Digər tərəfdən qeyd edir ki, bunun üçün heç bir səbəb yoxdur. Yəni, burada paradoksallığı necə izah etmək olar? Tam haqlı vurğuluyorsunuz. Simonyan öz bəyanatı belə məntiqsiz, ikiyüzlü bir bəyanatdır. Eskalasiya riski var, ancaq əksini söyləmək. Bu onu deməkdir ki, yəni bir tərəfdən Ermənistan silahlanır, bir tərəfdən Ermənistan sülh sazişini imzalamağa maraqlı deyildir. Ona görə Simonyan çox gözəl bilir ki, Ermənistan özü bu məsələlərdə dalana sürükləyir prosesi. Ona görə deyir ki, eskalasiya riski var. Bəli, Ermənistan təbii ki, silahlanırsa, sülh sazişindən qaçırsa, bu eskalasiyaya aparır da, bunun başqa yolu yoxdur ki. Amma ikinci tərəfdən demək ki, yox, bu məsələdə biz sülh prosesinə, sülh sazişinə, sülh danışıqlarına sadiqik. Bu da bir tərəfdən gələcəkdə baş verəcək eskalasiyaya görə öz yaxasını məsuliyyətdən kənara çəkmək istəyidir. Belə olmur. Və bilirsiniz, bu xüsusilə də Ermənistanın silahlanması Avropa İttifaqı missiyası kimi, Avropa İttifaqı biz bunu qəbul eləməliyik də. Hal-hazırda Ermənistanda baş verən proseslərə əsas təsir edən qüvvədir. ABŞ administrasiyası geri çəkildi, keçmiş administrasiyası. Ancaq Avropa bu avanturasından əl çəkməyib. Ona görə də mən hesab edirəm ki, onlar Ermənistanı məhz eskalasiyaya sürükləmək istəyirlər ki, Ukrayna cəbhəsində bəlkə digər yerlərdə iflasa, fiyaskoya uğramış siyasətlərini nədirsə bərpa etsinlər. Bir kompensasiya əldə etsinlər ki, həm də bir bəlkə Cənubi Qafqazda Rusiyaya qarşı, Türkiyəyə qarşı, Azərbaycana qarşı bir təzyiq
vasitəsi olsun ki, amma mən yenə də bilirsiniz, çox təəccüblüdür mənim üçün. Ermənistan kiçik bir ölkə olaraq heç bir strateji dəyəri yox, ərazi olaraq, əhali olaraq nəyə görə bu manipulyasiyaya gedir? Nəyə görə bu oyunun obyekti olmaq icazə verir? Bu maraqlı sualdır. Çox güman ki, onların artıq öz iradəsindən asılı deyil. Çünki o qədər manipulyasiya ediliblər tarix boyu, müxtəlif imperiyalar tərəfindən, nə bilim, Fars imperiyası, sonra Fars imperiyası, Rusiya imperiyası, indi isə Avropa neo-imperialist təfəkkürünün qurbanına çevriliblər. Yeni dünya düzəni, siz dediyiniz kimi, artıq formalaşır. Bugün regionun söz sahibi olan Azərbaycan, Türk dünyası bir qalxışdadır, bir inkişafdadır. Yəni, ən azından Ermənistan rəhbərliyi, Ermənistan establishmenti ağıllı olsaydı, onlar dünyanın və regionun hara getdiyini görərdilər və Türk dünyasının bir komponenti olmaq, bir dostu olmaq üçün can atardılar. Bax, bugün danışdığımız o Balkan ölkələri var, bir neçə ölkə, o boyda ərazi, region. Onlar gör necə ağıllıdırlar, bilirlər ki, bu dünyanın istiqaməti hara gedir. Hamısı artıq Avropa İttifaqı ilə münasibətlərə yox, daha çox Şərqlə, Türk dünyası ilə, Azərbaycanla münasibətlərə can atırlar. O boyda Serbiya tarixi var, Balkanlarda söz sahibi olub, Serbiya lideri, Serb xalqı ağılsız deyil ki, onlar Azərbaycanı seçilər. Halbuki onlar vaxtı ilə müsəlmanlara, türklərə qarşı ən barışmaz mövqedə olan, ən qanlı müharibələr aparan xalq olublar. Ancaq indi görürük ki, tarixdən dərs çıxarıblar, anlayırlar və artıq o xristianlıq, xristianlığı qabartmaq, türkofob olmaq, islamofob olmağın heç bir nəticə verməyəcəyini görürlər və əvəzində bizlə əməkdaşlığa, Türk dünyası əməkdaşlığa can atır. Bugün Çin böyük bir güc mərkəzidir. Nəyə görə Azərbaycanla əməkdaşlığa üstünlük verir? Nəyə görə cənab prezidentin bir neçə həftələr bundan öncə Çin televiziya şirkətinə verdiyi o möhtəşəm intervyu? Yəni, bunlar hamısı ən azı iş bunları bilmək üçün, anlamaq üçün Ermənistanda oturanları mən nəzərdə tutaraq deyirəm. Yəni, siyasət üzrə doktorluq dissertasiyası müdafiə etməyə ehtiyac yoxdur. Bunun normal məntiqi olan siyasətçilər görməlidir də dünyanın axını hara gedir. Yəni, Böyük Britaniya, məsəl üçün, Avropa İttifaqından çıxarkən hətta o vaxtları siqnal verilmişdi ki, Avropa İttifaqının gələcəyi elə də yaxşı deyil, dumanlıdır. İndi Böyük Britaniya kimi böyük bir dünyanın güc mərkəzi bu dəqiqə Türk dünyası ilə əməkdaşlığa can atır, Azərbaycanla can atır, Azərbaycan necə önəm verir. Bunların hamısını görməkdən ötürü həqiqətən də təəssüflər olsun ki, Ermənistanda o dövlətçilik təfəkkürü olmadığına görə onlar belə elə manipulyasiya aləti olmaqdan qurtula bilmirlər. Və gündəmin digər əsas mövzularından biri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Qazaxstana səfər etdi və səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Astana platforması yenidən gündəmə gəldi. İndiki vaxtda bu platforma nə dərəcədə effektiv ola bilər? Qazaxstan, yəni tarixən düzdür, bir türk ölkəsi olsa da, bir Azərbaycanla münasibətləri yaxşı ölkə olsa da, bu Ermənistan üçün də bir uduşlu hesab edirəm variant ola bilər. Çünki Qazaxstan həm Mərkəzi Asiyada, həm Böyük Avrasiya regionunda güclü ölkədir, söz sahibidir, həm də ədalətli, obyektiv broker vasitəçi ola bilər. Yenə də Ermənistanın mən əgər ağıllı siyasət apara biləcəyinin ilk addımı o olardı ki, Astana formatında Qazaxstan ev sahibliyində sülh prosesini davam elətdirsin. Yəni, gördük, ATƏT-in keçmiş Minsk qrupu həmsədrliyi heç nə vermədi Ermənistana. Ermənistan rəzil gününə düşdü. Avropa İttifaqının yəni ki, Fransa Avropa İttifaqının üzvü, Avropa İttifaqı istiqamətində olan bütün siyasəti alt-üst elədi. Ermənistanın, deyək ki, Rusiya və Azərbaycan Ermənistan 2020-ci il 10 noyabr bəyanatlı, üç tərəfli bəyanatı götürsək, Ermənistan bu bəyanatdan da indi imtina eləyir, boyun qaçırır. Onda nə istəyir? ABŞ-ın vasitəçiliyi olan müəyyən danışıqlar vardı. Orada da heç bir məsələ alınmadı. Hesab edirəm ki, regiona yaxın bir ölkə olaraq Qazaxstan yaxşı seçimdir və Ermənistan da fikirləşsə, bu istiqamətdə ağıllı olsaydı, məncə biz nəticə əldə edə bilərdik.
Təşəkkür edirik Tural müəllim dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Belə, dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt başa çatdı. Bir daha qeyd edim ki, studiyamızın qonağı Milli Məclisin deputatı Tural Gəncəliyev idi. Sağ olun, sağlıqla qalın.